Xalqın qüssədən ayla, igid elində sayla. Füzulidən Cəbrailə Siriyə getməyim gəlir, vətənə getməyim gəlir. Bütün varlığım, bütün dünyam o kəndlə bağlıdır. İnanırsınız, elə bilirdim dünyanın ən gözəl güşəsi məhz o kənddir. Axı hər kəs üçün öz vətəni əzizdir, gözəldir. Getdim orada, o daşları, torpaqları öpdüm. Hansı ki, ora atamın əlinin sığalı dəymişdi. O daşlara anamın laylası olmuşdu. O torpaqda sürünmüşdüm dizin. O torpaqda məhliyə yerimək öyrənmişdim. O torpaqda yıxıla durmaq öyrənmişdim. Ruhu odalığı olan, ziyaret dağından kopup gelen şair Ferzalı Abbasaloğlu. Mənim 70 illiyi münasibətilə düzenlenmiş tədbirə iştirak edenler için geldiğinize göre her birinize derin teşekkürümü bildirirəm. Qoy həmişə tələsdiyimiz ünvan şadlıqlar, sevinçlər olsun. Məclisimiz başlamazdan önce şəhidlərimizin ruhunu yad edək. Qoy Allah onlara rəhmət eləsin. Onlar canlarını verip halk vətən yolunda əbədi yaşarlıq kazandılar.
Allah şəhidlərimizə rəhmət eləsin. Əziz və hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayaraq, şair Fərzalı Abbasəloğlu'nun 70 illik yubileyinə həsr olunmuş musiqili poetik tədbirində xoş gördük sizləri. Fərzalı Abbasəloğlu Həziyev 1956-cı ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olub. İxtisasca mühəndisdir. 1979-cu ildən şeirləri dövr mətbuatda müntəzəm çap olunur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm, xalqın nüfuzlu ziyalısı mükafatları laureatıdır. Şairin müxtəlif adda şeirlərinə bir çox mahnılar bəslənir. Dünya məni mənə qaytar, Günəş bulud arxasında, dil açan duyğuların kitablarını müəllifidir. Əziz və hörmətli tədbir iştirakçıları, indi isə söz verilir millət vəkili Ceyhun Məmmədova. Biz işğal dövründə çox ağır bir dövrdən keçdik, bir mərhələdən keçdik. Bir gün içində hər şeyimizi itirdik. Bu ötən dövr, onun ağrısını, acısını bizim hər birimiz yaşadıq. Çadırlarda insanlarımız yaşadı, vagonlarda yaşadı. Sonra Ulu Öndərin rəhbərliyi, Cənab Prezidentin diqqət və qayğısı ilə insanlarımızın həyat şəraiti daha da yaxşılaşdırıldı. Və mən düşünürəm ki, ümumiyyətlə Azərbaycan yazıçılarının, şairlərinin yaradıcılığına baxanda söhbət bizim müstəqilliyimizi bərpa etdikdən sonraki dövrə təsadüf edir, bu dövrdən söhbət gedir. Bir işğal dövründə yaradılan əsərlər, yazılan şeirlər, əslində mən bunları bir haray hesab edirəm. Yəni, vətən eşqi, vətən arzusu, torpağa qayıtmaq istəyi, yəni bu acı hissləri yaşayan insanlar qədər bu hissləri heç kim anlamaz. Və düşünürəm ki, bugün bizim işığına yığışdığımız dəyərli ziyalımız, Cəbrayılın dəyərli ziyalısı, şairi Fərzalı müəllimin də yaradıcılığında bu məsələlər özünü açıq şəkildə göstərir. Bu tədbirlərdə çox sevinirik ki, artıq torpaqlarımız azad olunub. Və o mənada ikinci mərhələdə artıq yeni bir mərhələdir ki, ora qayıtmaq və o bölgəyə qayıtmaq və orada da bizim, sizin kimi ziyalılara, bizim buradakı dəyərli ağsaqqallarımıza böyük ehtiyacım var. Və mən çıxışımın əvvəlində demədim, burada bizim eyni zamanda çox dəyərli Əli müəllim iştirak edir. Əli Rüstəmov uzun müddət Azərbaycanı məhkəmə istəyində ləyaqətlə təmsil etmiş, başqa ziyalılarımız var, Cəbrayıllar var. Ümumiyyətlə, biz hamımız bilirik ki, Cəbrayıl ziyalılar yurdudur. Cəbrayıl imanlı insanların yurdudur. Cəbrayılın özünə xas bir xarakterik cəhətləri də var. Dövlətə bağlılıq, dövlətə sədaqət, düzlük, dürüstlük, ziyallıq bu Cəbrayıl cəmaatına xas xarakterik bir cəhətdir. Və təbii ki, Azərbaycan hər yeri bizim üçün doğmadır, əzizdir, amma bu bir mənalıdır ki, həmişə Cəbrayıllar seçiliblər. Cəbrayıllar bir çox mühüm vəzifələrdə işləyirlər. Və bu da onu göstərir ki, bu rayon ümumiyyətlə ziyalılar rayonudur. Bu rayon tarixi bir rayondur. Bu rayonda çox tarixli abidələr var. Eyni zamanda Cəbrayılın ən dilbər güşələrindən biri də bizim Sirik kəndidir və burada bizim həm də Siriklər iştirak edirlər. Təəssüf ki, ermənilər Siriyə də xeyli ziyan vurublar. Amma inşallah qaydacıyıq və bərpa edəcəyik və yeri gəlmişkən bir müddət bundan əvvəl bizim işlərlə bağlı biz elə çox iştirak edə bilmirik, amma Siriklilərin öz doğma kəndlərində bayram keçirmələri, bu günləri keçirmələri də həqiqətən diqqət çəkən idi. Onu göstərir ki,
artıq bax bu qayıdış prosesi sürətlə gedir. İşğal dövrü nə qədər çətin idisə, qayıdışın da müəyyən özünün çətin tərəfləri var. Mən bir neçə gün bundan əvvəl ölkədə idim, Cəbrayılda oldum, Mehdi Meczadə məktəbdə oldum, Borovluda oldum. Bugün Cənab Prezident Şükürbəli kəndindədir, orada açılış olacaq, Sultanlı kəndi tikilir. İnşallah biz tezliklə öz doğma yurdumuza qayıdacağıq, abidələrimizi bərpa edəcəyik və yeni Cəbrayılın qurulmasında hesab edirəm ki, bax, buradakı bizim dəyərli ziyalılarımızın, ağsaqqallarımızın, ocaqlarımızın nümayəndələrinin də böyük rol olacaq. Çünki hər bir yerdə böyüyün sözünə, böyüyün yanaşmasına böyük bir ehtiyac var. Və 70 il az bir müddət deyil, amma mən sizə 100 il arzulayıram. Bu pozitivliklə, bu nikbinliklə inanıram ki, siz həyata bu formada davam edəcəksiniz, yaradacaqsınız, insanlarınızı sevindirəcəksiniz, öz yaradıcılığınızla, özünüzə məxsus yanaşmanızla müxtəlif tədbirlərimizə, məclislərimizə yaraşıq verməyə davam edəcəksiniz. Çünki söz çox güclü bir məsələdir. Yəni, sözlə deyilən hər bir fikir daha təsirli bir formada ünvana çatır və o mənada da sözün qüvvəsi və dəyəri çox böyükdür. O mənada mən sizə yeni yaradıcılıq uğurlar arzulayıram. Sizin yaxşı ailəniz var, yaxşı övladlarınız var və sizin bu yolunuzu da davam etdirirlər. Can sağlığı, uğurlar arzulayıram və arzulayıram ki, inşallah və inanıram olacaq. Bir neçə ildən sonra biz bu yubiley tədbirini Sirikdə, indi Cəbrayılda artıq Cəbrayıl tikilir. İnşallah o bölgədə də artıq bizim Sirik, Taxtımaz, digər kəndlərimizdə də müəyyən işlər görüləcək. O gün olsun, bu tədbirləri biz orada keçirək, yığışaq və sizi orada təbrik edək. Söz verilir, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Regional Bölməsinin sədri, yazıcı dramaturq Qafar Cəfərliyev. Hörmətli tədbir iştirakçıları, Cənub bölgəsindən olan bir yazarın bugünkü tədbirdə iştirakını deyəcəyi fikirlərlə yəqin ki, səbəbini anlayarsınız. Mən bugün bu tədbirdə 3 missiya ilə iştirak edirəm. Birinci, 48 illik dostum Fərzəli Abbasəlioğlu'nun 70 illik yubiley tədbirinə gəlmişim. Bu öz istəyimlə olsa da digər 2 missiya isə mənə həval olundu. İkinci missiya Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən mənə bir tapşırıq verilib, həmin tapşırığı indi icra edəcəm. Üçüncüsü isə dostumun xahişi ilə tədbirin aparıcılığı mənə həval olundu. İlk əvvəl birinci missiya ilə bağlı, yəni tədbirdə iştirakımla bağlı bir neçə kəlmə sizə bildirmək istəyirəm. Əziz Cəbrayılılar, Cəbrayılın ağsaqqalları bir şeyləri, Azərbaycanın dəyərli oğulları, qızları, xanımlar və bəylər. Bugün İrəvan Dövlət Dram Teatrı özünün çox yadda qalan bir gününü, bir tarixini yaşayır. Bəlkə də burada bundan əvvəl də belə tədbirlər olub, deyə bilmərəm, amma bugünkü tədbir söz sənət bayramı olaraq hər birinizin yaddaşında, xatirəsində əbədi qalacaq. Fərzəli Abbasəlioğlu qeyd etdiyim kimi tanışdığımız 1978-ci ilin yanvar ayına təsadüf edir. Həmin ildə, həmin ayda bizdən əvvəl 2-3 il əvvəl kondisyoner zavodu açılmışdı. Biz 79 saylı peşə məktəbi tələbəsi olduq və bir qrup hərbi xidmətdən qayıdanlar, Fərzəli da olmaqla biz orada görüşüb tanış olduq. Sonralar Dərnəgüldəki kondisyoner zavodunun yataqxanasında qaldıq və bizim Fərzəli ilə həmin o
48 illik tariximiz başladı. Fərzalının Cəbrailsiz günlərini görmüşəm. Ayaqları burada qeyd olunur, elə bir tədbir olmazdı ki, o tədbirdə deyilməsin ki, İnşallah növbəti bayramımızı, növbəti günümüzü biz vətənimizdə, torpağımızda qeyd edirik. Bax, bugün həmin bayramda artıq 6 ilə yaxındır ki, Azərbaycanın işğalda olan bütün torpaqları, o cümlədən Cəbrayıl rayonu da düşmən tapdağından azad edildi. Bu xoşbəxtliyi, bu saadəti nəinki Cəbrayıllara, nəinki Qarabağ əhlinə, ümumən Azərbaycanlılara bəxş edən Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevə eşq olsun deyirəm. Dostlar, Fərzal Abbasəli oğlu Azərbaycan ədəbiyyatında artıq imzası təsdiq olunmuş bir şairdir. Fərzalın ilk şeirlərini mən qeyd etdiyim kimi 48 il bundan əvvəl yataqxanada olarkən dinləmişəm. Hər ikimiz hərbi xidmətdən qayıtmışıq, hər ikimiz ədəbiyyat sevdalısı olmuşuq və gah Fərzali olan otaqda, gah mən olduğum otaqda biz görüşüb şeirlər deyirdik. Mən daha çox nəsildən hekayələrimi oxuyurdum, miniatürlərimi oxuyurdum, mənsub şeirlərimi, bu Fərzali o vaxtı da şeirlərimi mənim üçün ifa edib, mən ona o vaxtı basmışım. Sonradan illər keçəndən sonra Fərzali Abbasəli oğlu imzası artıq Azərbaycan ədəbiyyatında öz təsdiqini tapdı. Artıq Fərzalı nəinki Cəbrayılın ümumən Azərbaycan ədəbiyyatında sevilən şairlərdən birinə çevrildi. Mən bugünkü tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədri, hörmətli xalq yazıçımız Anar müəllimin tapşırığını icra etmək istəyirəm. Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu Əziyev Fərzalı Abbasəli oğluna 70 illik yubiley münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu hazırlanıb və sizin alqışlarınızla mən bunu bundan sonra da öz möhtəşəm əsərləri ilə oxucularımızı sevindirəcək. Maşallah olsun, heç kim buna 70 yaş verməz. Bir baxın ona. Fərzalının anladığım olsa deyə bilmərəm kimdə necə, amma mən Fərzalını tanıdığım gündən bu günə kimi o təvəssüm həmişə onun simasında olur. Bax, o işğal dövründə də biz ondan görüşəndə yenə onun üzündə təvəssüm vardı. O təvəssüm nə idi? O təvəssüm oydu ki, o insan inanırdı ki, inşallah Allah qismət edər yenə öz torpağımıza, ana vətənimizə, ana torpağımıza qayıda bilərik. Qardaş, üzündə həmişə təvəssüm olsun. Bax, zalda bu gözəl insanların bugünkü tədbirdə iştirakı, sizə olan sevgili, mən inanıram ki, dəvət olunsa nəinki bu zal, bundan da böyük zallar Fərzali müəllimlə görüşə gələcək. Mən sizin hər birinizə təşəkkürün, minnətdarlığını bildirirəm. İndi isə belə deyildi, 3-cü missiyana başlamaq istəyirəm. Dostlar, bugün bu tədbirdə çıxışlar olacaq. Fərzali Abbasəli oğlu poeziyasının sehrində yaşayacaqsınız, şeirləri dinləniləcək və əlbəttə ki, bizim gözəl musiqiçilər burada iştirak edir. Yəqin ki, demək artıqdır ki, gözəl musiqi növbələri eşidəcəksiniz poeziya olarsa. Və istəyirəm elə tədbirimizi bizim çox sevimli müğənnimiz, mənim özümün də şəxsən çox sevdiyim gözəl sənətkarımız Nadir Bayramlıya verirəm. Buyurun. Bugün bu saraya bizim yığışmamızın məqsədi hamımıza bəllidir. Çox hörmətli Fərzali müəllim, Abbasəli oğlu. Sizi təbrik edirəm. Alkışlar istəyirəm. Mən sizin haqqınızda bəlkə çox danışa bilərəm, amma siz dəyərli qonaqların vaxtını da çox almaq istəmirəm. Siz hamınız çox yaxşı tanırsınız. Ceyhun mənim xoş gördünüz. Siz bir söz adamı olaraq, bir şair olaraq, yazar olaraq
Mənim üçün çox dəyərlisiniz. Mən sizi çox sevirəm, özü də Allah üçün çox sevirəm. Sizin səmimiyyətiniz, yüzünüzdəki bu nurunuz, yazdığınız şeirlərdə də bilinir, əsərlərdə də bilinir. Nə yaxşısınız sizdən. Və nə yaxşı ki, mən ifa etdiyim musiqilərdə, əsərlərdə elə sizin də imzanız var. Çox da uğurlu olub sizinlə bizim iş birliyimiz. Mənə də demək olar ki, müəyyən tanımağımda səbəb olub sizin vətənə gəlib getməyim adlı şeirimiz. Alqışlar öncə baxmış şeirimiz. Bu şeirin bir balaca tarihçəsi var. Vahid Payız evində, Ceyhun mənim. Orada bir gözəl sənətçi dostumuzun yubiley günü keçirildi. Belə bir axşam. Allah rəhmət eləsin Süleyman Abdullayev. Gözəl sənətkar. Bu şeiri orada oxudu. Könlümün arzu diləyi, Şuşadadır, Laçındır. Ana unutmaz evladı, qoynunda yatmağım gəlir, vətənə getməyim gəlir. Siz şeirin axıcılığına bir baxın. Mən bu şeiri əzbərləməmişəm, ərzalamədim. Elə necə eşitmişəm, yenə də həmin beyimə həkk olur. Alqışlar sizə layiqdir. Və düşündüm ki, bu şeirin mütləqdir ki, bir musiqi yazılsın. Mahnı deyil, bu əslində bir kompozisiyadır. Şükür olsun yaradana ki, onu mənə nəsib elədi. Çünki o ağır ağacı o vaxt mənim də ürəyimdə vardı. Vətənimiz işğalda idi. Musiqi də belə alındı. İndi onu sizə də təqdim edeyim. Var olun, yaşayın. İnşallah ki, bərabərimizdə, bütün vətənimizdə belə təqdimə keçirsin, bizə də nəsib olsun, bizdə işlər. Buyuraq ki, vətənə getməyi olursun. Şükür olsun, yollar açıldı. Ne bakırsak belə oluruz.
Çünkü Qarabağda oradan da bir başka alemdi. Ha? Ceyhun mənim. Dünyanın her yerinde çok güzel yerler. Ama Azerbaycan'ın öz yeri var. Xüsusən də Qarabağın öz yeri var. Şükürlər olsun yaradana ki, bu cürə bizə vətən verib, ölkə verib. Bu cürə insanlarımız var, vətənpərvər oğullarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun inşallah ki, məqamları yüksək olsun. Tüm qazilərimizə də can sağlığı arz edin. Fərzan mənim, siz də çox sağ olun ki, bu gözəl əsər və bu şah əsər. Sizin şeirləriniz hamısı gözəl. Mən sələsəf oxuyuram hamısını. Amma bunun öz yeri. Çünki bu sizin qəlbinizin dərinliyindən süzülüb gələn. Siz bunu fikirləşməmisiniz. Elə deyil, düz deyil. Alqışlar gözəl bir Kəlbəcərdən o işğal vaxtıydı, gərgin vaxtıydı. Televizyada veriliş gedirdi. İnanın, dirsəkləri mən də baxırdım. Hələ bir cümləsin, sözün yazmamış, qalxdım, belə dedim, gözəl bir şeir yarandı. Belə yarandı, vətənə getməyə gəlir. Və gördüyünüz kimi buna yəqin bilmirəm, mən arkada çönüb heç baxa bilmədim. Gözəl bir klip də çəkildi. Əslində klip deyil, Cahangir Mehdiyev Allah ondan da razı olsun. Dedi ki, bu klip olmayacaq, bu qısa metrajlı bir film olmayacaq. Məhəbbət Hacı, xoş geldiniz sizə. Beni də alındı, bəni dəvət edin, dedi yine ki, bunu bilsəm harada çəkəcəyik. Harada, 5 parmaq pir dedi, ora. İsti bir yay günüydü. Baxmayaraq çətinliklər vardı. Amma şükürlər olsun, zəhmətimiz hədər getmədi. Tamaşçılar, siz dəyərli tamaşçılarımızla, xalqımızla dəyər verir, qiymətləndirdilər. Mənim də etiraf edirəm ki, sənət fəaliyyətində, üzr istəyirəm, çox danışdım, amma ürəyim də doluydu, deməliydi, bəlkə bu məqam da elə yerinə düşdü. Sənət fəaliyyətində mənim üçün ən dəyərli olan bir əsərdir, vətənə getməyim gəlir. Çünki siz buna dəyər verirsiniz. Oynamalı müsbət deyil ki, yox, dinləməlidir. Vətəni xatırladan, bizə vətəni sevdiyen belə bir əsərlər hər zaman lazımdır. Var olun ki, sizin kimi insanlarımız sənətə, sənətkara belə dəyər verirsiniz. Sağ olun. İnşallah kendiniz 27 sentyabr 2020-ci ilə qədər bu musiqini eşidən elə bir insan olmaz ki, öyrənməsin. Yerindən, yurdundan, obasından asılı olmayaraq. Vətənə getməyim gəlir, elimə, obama, yurduma getməyim gəlir. Bu sadəcə bir insan arzusudur. İnsanın ürəyindən gələn bir istəkdir. Amma şükürlər olsun ki, bugün həmin musiqini biz dinləsək də, nə qədər də təsirlənsək də, amma sevinirik ki, artıq Fərzəli Abbaszadə öz vətənindədir. Şükürlər olsun Allah'a. Dostlar, bizim məclisimizdə qeyd etdiyim kimi ağsaqqallarımız iştirak edir. Biz həmişə çətinə düşəndə, dara düşəndə Seyid Peyğəmbər övladlarına müraciət edirik, onlardan imdad edirik. Bugünkü məclisimizdə Fərzalı müəllimin çox böyük hörmət və etiram bəslədiyi, elindən, ovasından olan Seyid Peyğəmbər övladları Qasım Çələbi, Əliyanmağı Çələbi və Müstəqim Çələbi iştirak edir. İstəyirəm sözü onlara verəm. Fərzalı, 70'in mübarək. Dedim də bəyəqsa, yüzü də məni də çağırarsın yine. Fərzalı ilk şeirlərini mənə oxuyurdu. Birinci şeirində mənə oxuyurdu. Yadımdan çıxmayın. İlk şeirlərini mənə oxuyurdu. Mənlə hesablaşırdı. Mən elə bir şey oxuyanda, onun şeirlərinə qiymət verəndə biraz da həvəslənirdi. Demişəm, çalış yaz. Özdə gecə gündüz yaz. Yaratıqları elə ilk gündən səmimi şeirlər olurdu. Gözəl şeirlər olurdu. Ancaq onun iki şeirlə başqa adamın adına bəstələrdi.
Var mı? Böyle bir şey vardı mı? Ama da adını demeyeceğim. Kimin adına bəstələnmişdi. Demeyeceğim. Tamaşçılı gelip mezarına bəstələnmiş şey. Allah mübarək eləsin. Artıq budur ki, indi daha yaxın yazmaq olar. Həmin yaşım qurtarlaşır, özüm də qurtarlaşırsa, indi yazdıqlarının əvvəlkilərdən güclü olmalı. Güclü olmalı, ağılmalı. Biri var hissinə yazarsa, o hissə yazanda hissinə yazır adam. Amma indi ağılla yazsan daha güclü şeyler yazarsan. İndi şeir yazmanın bir dənə pis cəhəti var. Şeirlər rəyli oxunur. Köhnə adamlar şeirləri əzbər bilərlər. Amma heç birimiz şeir əzbər bilmirik. Elə şeir onda yaxşı yadda qalır ki, müsiqi bəstələnsin. Xoşbəxt o şairdir ki, şeirlərində müsiqi bəstələnir, təvvül olur, yayılır. Arzum budur ki, yeni müsiqi əsərləri sənin şeirlərin yaransın. Allah millətimizi də elə sağlam eləsin, yaxşı eləsin. Qələbələrimiz də həmişə olsun. Həmişə hər yerdə üstün gəlir. Amma ad günündən mübarək eləsin, bugünkü həyatımızı da mübarək eləsin. Qayımdan, Həzrətdən qayımdan, orta yolumuzda. Fərzan müəllimin bir 70 illiyi ilə təbrik edirəm. Ona sağlıqlı uzun ömür diləyirəm. 80, 90, 100 illiyin övladları ilə birlikdə gedir. Fərzan müəllim, Allah mübarək eləsin sənin bu 70 illiyini. Sən elə bu Nadir müəllim oxudu, elə ondan möhürü vurdum, vətənə getməyim gəlib şeiriyle. Allah uzun ömür, can sağlığı, ailələrlə birlikdə sağlam ömür versin. Və mən çox fəxr edirəm ki, bizim Silik yerimizdən belə bir şair var və öz sözünü demiş, ondan sonra özünə məxsus şeirlərinə, xalq dilində olan şeirlərinə, asan okunan şeirlərinə fəxr edirəm. Allah uzun ömür versin. Fərzan müəllim şairdir. Şairlərin tamam başqa dünyası olur, tamam başqa dünyada yaşayırlar. Amma elindən obasından ayrılmadı. Elin çətin günündə, elin içində oldu. Düzdür. Şeirlərində də adam oxuyur birdən, qəlb oradadır. Amma yenə də sınmadı, əyilmədi, cəmaatı ruhlandırdı. Mən də sizə təbrik edirəm, qardaş. Yenə deyirəm, sağ ol, Allah var eləsin. Elin içindən ki ayrılmamsa, daha yaxşı olur. Sağ ol. Dostlar, mən bayaqları qeyd elədim, yəni aparıcılığından istifadə edirəm bunu, üzrlü hesab edeyim. Deməli, Fərzan müəllimlə biz Kardeşlerin zavodundan yataqxanasında bir yerdə qalmışıq. Bu əlindəki bu dəftərçənin, bu bloknotun təxminən yox, 48 il yaşı var. 48 il. Düz 48 il bundan qabaq bu dəftərçədə Fərzan Abbasəli-oğlu, bu dəftərçə mənim haqqımdır. Fərzan Abbasəli-oğlu öz xətti ilə deməli, onu may 1978-ci ildə sabahları bunun 48 ili tamam olur. Orada 2 şeir yazır öz xətti ilə. Həmin şeirin birini mən istəyirəm sizin nəzərinizə çatdırırım. Fərzan özü də bu şeir yəqin ki, çeşitli yandan çıxardı. Nə üçündür? Şeir belədir. Oğlanlar dünyada tək yaşayarsa, qızlar gül olaydı. Qız nə üçündür? Təkcə yanaşıqla qəlb oxşayarsa, ətirsiz çiçəyi üz nə üçündür? Min musiqi çalar dağ şəlaləsi, laləli dərədə bulaq çeşməsi, boynu bükükdürsə kol mənövşəsi, qərgin könüllərə naz nə üçündür? Könül hər yetənə tabi quldursa, nişanlın dediğin qız yox, duldursa, sevgilini yada satan puldursa, məhəbbət barədə söz nə üçündür? Əzizdir bülbülə fəsilin yazı,
Gülşəni məst edirlər bülbül avazı. Sevmir, qoy sevməsin o vəfasızı. Məcnun tək çöllərdə gəz, nə üçündür? Namərdin əlinə insafsız keçər, nə yaxşını pisdən ayıra seçər. Ayağa səcdə edilib öpüləcəksə, dodaq nə üçündür, üz nə üçündür? Gözəl doğulubdur gözəl anadan, gülü təsvir edir başdan binadan. Fərzalı fikrini duymursa nadan, cəfa çək, qəlb ağrıt, yaz nə üçündür? Fərzalı müəllimin bir yaşında, bir yaşında bırakın otuma daxil olun. İndi isə sözü başın ədalətə verirəm, buyursun. Axşamınız xeyir, xoş gördük həmvətənlərim, xanımlar və cənablar. Mən də sazımla, sözümlə, müqəddəs bir dədəqor sənətimlə, Dədə Ələsgər, Dədə Şəmşid, Dədə Ədalət Ustadım Nəsvov sənətimlə, sazımla, sözümlə, gözəl, nurani, ağsaçlı, ustad şairimizi, Fərzalı müəllimi, şair Fərzalı Abbasalovunun 70. yubileyini təbrik edilmişdir. Allah ona həmişə belə ilhamın yüksək eləsin. Bundan belə yazsın, yaratsın. 75-in Kəlbəcərdə, Qarabağımızda, Zəngəzurumuzda, Göyçəmizdə eləyək. Allah həmişə olduğu kimi millətimizi, dövlətimizi, bayrağımızı uca eləsin. Amin. Ezinə Qarabağımız, var olsun. İndi bayaq hörmətli Nadir Bayramlı oxudu, çox gözəl də onu oxuyur və gözəl də yazılır, vətənə getməyəm gəlir. Deyilir, kamil təbib var bizə, deyil, Kəlbəcər deyilən, bu da Kəlbəcər. İndi Allah'a şükür, indi vətənə də gedəksiniz, gedirsiniz və vətənimizdəyik, biz qalib xalqın, qalib nümayəndələri, Allah dövlət başçımızı qorusun, Ali Başkomandanımızı və nə deyə bilərəm, Fərzal müəllim, orada bundan daha gözəl yazarsın. İnşallah mən təbrik edirəm, Allah uzun ömür, can sağlığı verirsin. Anadan şair olmasan, şehir sənət olmaz. O nizami sənətidir, hər yetənə qismət olmaz. Anadan şair doğulasan. Şairlik hər insanda hamı yaza bilər, amma şair ayrı bir şeydir. Şairlik Allah'tan gələn bir vəhdir, bir gözəllikdir, bir möcüzədir. Allah var eləsin, Fərzal əmi, öpürəm səni. Dəvətinə də görəm, gözəl möhtəbər görüşlərə, təqdimata görə var olun. Mən hər birinizin qarşısında baş əyəm, hörmətdən vətənəm. Sağ olun.
saklamak olmaz. Sevgi dolu nərmələrdə elə bax, sevgi dolu nərmələrdə ucalır deyə pərdə-pərdə həyəcanlı sətirlərdə nidanı saxlamaq olmaz. Nidanı saxlamaq olmaz. Fərzalı Abbasaloğlu. Teşekkür ederim. Karşınızda başlayalım. Çok sağ olun, teşekkür ederim sənətkar. Sözü Tərana xanım Deynəbəyliyə veriyorum, buyursun. Bugünlerde çok güzel bir insanın doğum günü, yubileyi, 70 yıllık yubileyi. Ne güzel, hoş bir güne tesadüf edin. Sizi tebrik ederim. Allah size can sağlığı versin. Ömrünüze bereket versin. Çünkü sizin kimi yazarlar, necə deyim, insanın ruhunu, insanın duygularını, insanın yaşadığı her bir hisleri, onları siz yazırsınız, bizler de değerli insanlara təqdim edirik. Var olasınız her zaman. Yine feryat, yine
bir bahar səhəri köçdüm dünyadan. Cürətim olmadı səni oyanan. O gündən sevgiyə ümidiyəm, yaram. Sinəmdə laylalar ağlayır ana. Gözlərim gözümə dikili qaldı. Çayın stəkanda tökülü qaldı. Sen gittin qamətin bükülü qaldı. Həsrətin sinəmi dağlayır ama. Həsrətin sinəmi dağlayır ama. Uşaqlı dünyanın havası da yaya. Sağlamana yaz derdini devası. Ana olub anasız bacım. Qırılan əlacım, itən əlacım ümidə bağlayır ana. Ömrü tali yazır hər ötən gün. Tək çəkə bilməzdim bu qəm yükünü. Sənin şair oğlun Fərzalı ki, neçə anasızlar ağlayır ana. Neçə anasızlar ağlayır ana. Aşıqım qızaranda yürü, qızaranda mən aşıq qızaranda
Salyan rayonundan bugünkü tədbirə təşrif buyurub. Loğman qardaşıma söz verirəm. Buyursun. Əzəl müəllim, Allah sənin canını sağ eləsin. 77-dən bir yerdə otarı yoldaşım olub. Heç də danışmayacaq. Ancaq mən çalışacağım ki, şey deyəm. Danışanım ki, qabar mənim danışadım. Zararmışım, qararmışım, onları bilir. Ancaq o bilirəm ki, Fərzəni ata çörəyini, anana yaşayır. Ana o üçün həm ata olub, həm də ana. Elə birinci ana şiiriyle başlayalım. Acılı şirinli ömür geçmişe, yaşlı yamanı gülü seçmişe. Evli işleyen var işin peşe, uşaklık hasreti, anan ürək ağrısına hey döze. Durandan adamla bensen yüz yüze bir ses eşidirəm. Oğul, gel bize. Dizinin taqəti, anın diqqəti. Neçə ayına da anam, anamdır. Anam bir yana da o bir yana, o açan sütədə şor da, bal da. Ağzımın ləzzəti, anam. Gəlini gezlərin bilir yerini. Çəkil bacı qardaşlardı səni. Erköy bölümləmə, hər kəsin qisməti. Anam, qızına bilmir yoluna qazın, havası içirmir otağımızın. İndi duyuram ki, ocağımızın közü, fərarəti, anam. Ömrüm qalmadı, qalarım sözüm. Mən ata bilir, bacım, qardaşım, sizdə mən kimin yanına qaçım? Ataşan şöhrəti, anam dedi, anam dedi. Her bahar gələndə kövrəlirəm mən, qaçıb kendimizi getməyəm. Yaşı qabazlarda rəng mənə bitən güllər arasında irtiməyəm gəlir. Elsiz qınada yıxılıb durum, toz torpaq uz başıma ulaşsın. Otları yollardan əlimlə yolum, sarmaşıqlar ayaqma ulaşsın. Çadırlı birimizin yerində, bircə gecə qonaq qalım vətəndə. Dəlin it vurulu kəkil yotunu çay dəlləyim sütə salım vətəndə. At çapırıb, yaylağa çıxım vətəndə. Əsən yerlər tumarlasın tenimi, gül çiçək yox, qandan dərim vətəndə. Gücdandan qalmışsınlar əlimi, ziyarət edir qərib atam. Üzümü sürkəyim solğun şəklinə, sizilsin göz yaşım, axsın, qarışsın, həsrətdən gözlərim dolmuş. Hər bahar gələndə görürəm mən, qaçıb kendimizi getməyim gəlir. Ayrılıb bir an qəmdən, kədərdən, uçub kendimizi getməyim gəlir. Küçük kendimizi getməyim gəlir. Küçük kendimizi getməyim. Qəlbimin arzu muradı şuradadır, Laçındadır. Ana unutmaz evladı, koynunda yatmağım gəlir. Vətənə getməyim. Təbibli Loğmanlı kəlbəzə, təbabətin dillər əzər, zilə kəkotu qantıdı. Yağayda vətənəyim gəlir. Vətənə getməyim. Ağdamın gözəl çağı, külaflı damcıqları, Xozalda ürək dağı. Haraya getməyim gəlir. Vətənə getməyim. Nəbi Azadlıya, Şümənin Bağdır Kəndliya, Zəngilandan Qubaqlıya bir səfər etməyim gəlir. Vətənə getməyim gəlir. Xalqım qüssədən ayrıla, İlkin elində sayla, Füzulidən Cəbrayla. Yurduma, elimə, atamın adımı qəlmişlə getməyim gəlir. Vətənə getməyim gəlir. Fərzanıyam son əməsin, səsi, xalqın səsi. Bir gün
Ağzına nəqməsi. Bülbül gəlir, ötməyim gəlir. Vətənə getməyim gəlir. Vətənə getməyim gəlir. Yadına çıxır dəftər başına qurduğum. Burada hamısı burada hamısı söz adamlarıdır. Elə mən də səni ötürəm. İndi ise sözü güzel müğennimiz Sona Nərman Rızıya verdim. Daş onu yaşar yolunu daşla. Ömür ölçülür tarifle yaşla. Anın məqamında bir damla yaşla. Könülden qayıb gözə dolurlar. Şairlər əbədi yaşar olurlar. Bir insan ömrünün bir çaları var. Ne çoktu bu yolda eniş yokuşta. Şairin hayatı sözünden başlar. Dostum baznapçılar olurlar. Şairler ebedi yaşar olurlar. Sözüm kalacak, yüreğe izin
ifa edeceğim eser Flora Hanım röportajından gecikmiş müebbet herkese bizim nazda bahsedilen Ferzana doğum gününüz mübarek olsun. Sen benim ömrümde açan çiçeksen onun yüreğimden besleneceğim. Sen beni hiç zaman görmeyeceksen ben seni her zaman gözleyeceğim. Sen gizli gelirsen ömrümdeyim. Bu gizli aşk ile yaşayacağım. Dünyamın her anı yükü sayıyor. Gecikmiş benden başlayacağım. Sen gizli gelirsen bu gizli aşk ile yaşayacağım. Dünyamın her anı yükü Her gün aklıma başlayacağım. Her gün aklıma bitireceğim. Seni rüyalarda okşayacağım. Seni rüyalarda bitireceğim. Sen bize geldiysen ömrümdeyim. Bu gizli aşk ile yaşayacağım. Dünyamın her anı yükü sayıyor. Gecikmiş benden başlayacağım. Sen gizli gelsen bu gizli aşk ile yaşayacağım. Dünyamın her anı yükü sayıyor. Teşekkür ederim. Tebrik ederim sizi. Dostlar, indi ise sözü gözəl şairəmiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qızıl Qələm mükafatı laureatı və özünün də şeirlərini sevə-sevə oxuduğu İzzət xanım Qoyusunu bizə verir. Buyursunuz. Bakı şəhəri üzrə Bakı Baş Təhsil İdarəsinin 20 saylı yazıq mərkəzində müəllimə işlədiyim vaxtlarda Fərzalı müəllimin, onun evlatlarının iştirakı ilə ilk kitabının təqdimatını mən təşkil eləmişəm. O yüzden də çox qürurluyam ki, mən Fərzalı müəllimi 26 ildir tanıyıram. Eşq olsun belə şairə ki, yaradıcılığında, qələmində həmişə yurdunu, vətənini, kəndini, Azərbaycanını, həsrətini, ata həsrətini, ana həsrətini, yurt həsrətini həmişə qələmə alıbdır. O qələmə aldığı şeirlərin müqabilində biz qoşma ədəbi məclisi olaraq şair Qəzənfər Məsimoğlu'nun və özümün İriyamızın təşkil etdiyimiz qoşma ədəbi məclisi adından Fərzalı müəllimin yazdığı şeirlərə görə ona qoşma ədəbi məclisinin fəxri diplomunu təqdim edirik. Sizin iştirakınızla. Təbrik edirəm sizi. O öz yurdundan məcburi köçkün düşəndə Beyləqan rayonunun Ürənqalı qəsəbəsində məskunlaşdı. Bəlkə də o doğmalıq elə o Ürənqalıdan başlamışdı ki, mən də Dünyamallar kəndindənəm.
Qeyləqanın Dünyamallar kəndindən. Bəlkə Fərzalı müəllim, həqiqətən də elə bəlkə də ondan yaranmışdı doğmalı. Bəlkə də. Və onda uzaqdan uzağa Cəbrayılın dağlarını seyr edib, qərib-qərib yazmışdı. Uzaqdan uzağa xoş gördük sizi. Dağlar, görkəminiz mübarək olar. Qaya güzgüsündə yandı baxışım, kevrəldim gözümə yaş dolar-dolar. Yazmışdı, yana-yana yazmışdı Fərzalı müəllim. Və illər ötmüşdü, qardaşı Həsənlə şəhərdə görüşdük. Fərzalı müəllim şəhərə köçmüşdü. Və burada da o doğma torpağının otlarına belə şeir yazırdı. Süsəninə, nərgizinə, boy çiçəyinə şeirlər yazmışdı. Mən həmin bayaq xatırlatdığım məclisdə boy çiçəyini səhnəyə gətirəndə, bəlkə də burada iştirakçılar var. Həmin o Cəbrayıl ziyalıları da iştirak edirdilər. Hər kəsi bir qəhər boğdu, bir kədər boğdu. Hər kəs kövrəldi, göz yaşı axıddı. O balaca, bax bu boyda boy çiçəyi hamımızı ağlatdı. Çünki o boy çiçəyi şirikdə bitirdi, su töküləndə bitirdi. İndi Cəbrayılın həsrətini yaşayırdı. Həmin boy çiçəyinin həsrətini çəkən Fərzalı müəllim. Yazmışdı ki, həsrət qəlbi dağlar edib, sinəmizdə qoy çiçəyi, gəlinlərin bəzəyidir, sinəmizdə sər çiçəyi, boy çiçəyi, boy çiçəyi. Və bu sətirlərdə Fərzalı müəllimin ürəyinin döyüntüsünü gördüm, torpağına bağlılığı, o adi bir çiçəkdə ürəyinin vətən yanmışını, heydağını, adeydağını, nə bilim, onun o Cəbrayıl'la bağlı, o da yurt yerlərinin hər birini onun şeirlərindən oxumuşdum mən. Və həmin şeirləri oxuyandan sonra həmin Cəbrayıl'ın üstünə mən də bir şeir yazmışdım. Onda yazmışdım ki, yuxuma gəlmişdi dağlar bu gecə, göz yaşım silirdi dağlar gizlicə, yadımdan çıxarmı bu dağ ölüncə, hansusu söndürər görən bu odu, ay Allah, bu necə şirin yuxudur. Ziyarət göy yedik bir də tel dağı, şair Fərzalının ilham oylağı, şırnalı, bal kəsən, alı bulağı, kövrəlmiş könlümə nəğmə oxudu. Ay Allah, bu necə şirin yuxudur. Zamaxan dağını gəzdim, dolaşdım, qaradan qalıya zirvələr açdım, ulu ziyarətin yaşını soruşdum, mənə min əsrlik tarix oxudu. Ay Allah, bu necə şirin yuxudur. Yaman küskün idi təhnəli bulaq, min bir tamaşalı səhnəli bulaq, köçün gözləyir elatsız qaylar, yaşıl səmənlərlə nərgiz çox uydu. Ay Allah, bu necə şirin yuxuydu. Doğma yurtda qonaq oldum sizə mən, dağlar həmən, zirvə həmən, yer həmən, baxsanıza sevinç yağdı gözümdən, elimizdə qonaq yaman çox uydu. Ay Allah, bu necə şirin yuxuydu. Bu gözəllik əzizəni əzizlər, doğma yurda qayıtmışdı əzizlər. Kaş ki yuxum çin olaydı əzizlər. Qəlbində bir həmdənim yoxuydu. Ay Allah, bu necə şirin yuxuydu. Şirin yuxuydu, şirin yuxuydu, şirin yuxuydu. Mən bu şeiri telefonda Fərzalı müəllimə oxudum və orada Fərzalı müəllim gördüm, səs gəlmədi. Dəstəyin o başından. Mən özümdə pis oldum, yəqin şeir boşuna gəlməyibdi. Sən demə şairi kövrətmişəm, doğma yurt yerləri yadına düşüb, biraz da kövrəlmişdi. Dedi, çox gözəl yazmışsan. Və o gündən bu şeir mənim əzbərimdə qaldı və Fərzalı müəllimi belə tanışam. Onun qardaşını, balalarını, həmin o Natiq var, gəlin onu alqışlayalım biz. Natiq balaca uşağıdır. Bizim şeir məclislərinə gəlirdi. Vahid Fariziyevinə gəlirdi atasından bərabər. 2000-ci illərdə. Şükürlər olsun ki, böyüyübdür, maşallah, ailə qrupdur, evlatları da var. İndi atası üçün belə gözəl bir məclis təşkil edibdir. Eşq olsun sənə, Natiq, səni öpürəm, evlarım. Eşq olsun sənə ki, atanın yaradıcılığına bax belə bir dəyər verirsən. Mən elə belə də gözləyirdim. Fərzalı müəllim, sənin başındadır. Eşq olsun. Sizin hamınızdan gülümsə alqış istəyirəm bu arada. Fərzalı müəllim ailəsində, evində, kəndində sayılan şairdir. Elə şairlər var, nə olsun, qalaq-qalaq kitabları var. Görüm, evdə sayılırlar mı? Bax,
şair deyilər, evində sayılır. Eşq olsun natiqimizə də, Fərzalımıza da. Mən bu ailə haqqında çox danışardım, onun ömürcün yoldaşı Elza xanım haqqında da. Onun zəhmətindən, onun ailəcanlığından, balacanlığından, onun o biri qardaşlarından, bacısından, rəhmətli anası Fatma xaladan və bugün onu kövrətmək istəmirəm. Fərzali müəllim çox kövrək adamdır həm də. Ancaq deyir ki, yox, dərd məni döyə-döyə bərkidibdir. Bəzən də şeirlərində belə deyir. Sizə can sağlığı arzulayıram, qarancıqlıqları arzulayıram. Fərzali müəllimin təklifi ilə Fərzali müəllim öz son kitabını Ceyhun müəllimə təqdim etmək istəyir. Buyur Fərzali müəllim. Ceyhun müəllimin təbliğatı verildi millət vəkilliyinə. Mən öz arzularımı bildirdiyim bir təmtaraflı şeirlə də və eyni zamanda Ceyhun müəllimdən bir xahiş elədim ki, yön Qarabağa. Ancaq mən sizdən xahiş edirəm ki, bütün toplantılarımı ancaq Qarabağın azadlığı haqqında çıxışlarımız olsun. Allah'a çok şükürler olsun ki ayağı yüngül oldu, arzumuz yerine yetti. Bugün de saygıyla bu meclisimize təşrif buyurduğuna göre bir daha deyirəm, qədəmləriniz mübarək olsun. Elə sizin qədəmləriniz mübarəkdir. Həmişə şadlıqlarda, həmişə el arasında, xalq arasında sevilip seçilen insanlardan Allah'ın izniyle olasınız. Var olun. Demişdim, amma siz bir-iki söz dediniz. Mən sizin xətrinizi çox istəyirəm. Bir daha təbrik edirəm. Mənim başqa bir neçə tədbirim var, ora getməliyəm. Hamıya can sağlığı, uzun ömür arzulayıram. Sağ olun. Sözü Aşıq Ayşə Səyyad qızına verirəm. Buyursun Ayşə. Salam Allah salamıdır, verənlərə salam olsun. Hörmət edib haq salamı alanlara salam olsun. Doğru bular düz yerini, o da axtarar köz yerini. Dostlar, harda olsa öz yerini bilənlərə salam olsun. Doğru var düz aləmi, ocağım var köz aləmi. Hər insanın öz aləmi, aləmlərə salam olsun. Haq baş əyin əmrə demiş, yox ehtibar ömrə demiş. Mən Ayşəyəm, deyirəm məni Yunus Əmrə demiş. Bilənlərə salam olsun. Dünyaya gəlişiniz mübarək olsun ay Fərzal müəllim. Deyir, sevincindən çoxdur qanı, qadası. Allah, yəhərli atı var, arabası var. Belə sevinci, kədəri oldu ədası. Ay Fərzal müəllim, 70'in bəlkə 70 cür əlifbası var. 70'in 70 cür əlifbası var. Deyirlər, bu yaşa çatanda hamı kövrəlir. Neyinirsiniz hamının xoşuna gəlsin. Bax bu gözəl gün sizdən yaşlıların başına gəlir. Arzu eləyək sizdən cavanların başına gəlsin. Elə sizdən cavanların başına. Siz Allah düşünməyin, qocalmışsınız, yetimsiz. Bu qaməti şəsdə olan qocalmaz. Vallahi ömür boyu xeyirxahlıq etmişsiniz. Yaxşılıq tək qəsdə olan qocalmaz. Çox xəzan tək könülləri yaz etdiniz. Hər nə etdiniz, elə bildiniz, az etdiniz. Qəlbinizi bir sədəfli saz etdiniz. Vallahi zilillərini təsdə olan qocalmaz. Dostlar ilə sevincini bölərsiniz. Dost deyəndə siz də deyib gülərsiniz. Amma deməsəz də bilərsiniz. Ayşə kimi dostu olan qocalmaz. Qocalmaz. Gözü sizə yar olsun. Dünyaya gəlişiniz mübarək olsun.
sözü Şakir Bakıroğlu'na verir. Buyursun. Çemerin cehceh eden bülbülüdür şadı bizik. Çemerin cehceh eden bülbülüdür şadı bizik. Ahu gözlü gözerin sevgili sen yadı bizim.
söz İrəvan Dövlət Dram Teatrının direktoru Zilal xanım Abbasovaya verilir. Burada çok güzel söz sahipləri əyləşiblər. Hamınız xoş gəlmisiniz. Bugün Fərzalı müəllimin İrəvan teatrının səhnəsində 70 yaşının keçirilməsi simvolik bir mənə elə gəlir ki, hadisədir. Çünki İrəvan bizim milli kimliyimizi özündə daşıyan, milli yaddaşımızı özündə daşıyan, yaşadan bir məfhumdur. O bir məkan deyil, həm də bizim tarixi yaddaşımızdır. Və mən sizin yubileyinizin İrəvan teatrının səhnəsində olması bu baxımdan çox rəmzi bir hadisədir. Və mən inanıram ki, necə ki siz öz arzularınıza çatmışsınız, Cəbrayıl'a qayıtmışsınız, mən Natiqin o həyəcanını, Cəbrayıl həyəcanını yaşayanlardan biriyəm, şahidiyəm, canlı şahidiyəm. Və mən inanıram ki, bax, İrəvanlılar da o torpağa eləcək, siz necə o sevinci dadınız, onlar da dadacaq, o torpağa qayıdacaqlar. Bu baxımdan mən sizi bir daha təbrik edirəm. Natiq, mən səni təbrik edirəm. Natiq çox gözəl evladdır, çox gözəl işçidir, belə deyək, çox gözəl aktyordur və çox gözəl yoldaşdır. Biz bunu bütün kollektiv hiss edir, bu yoldaşlığı, bu əzliyi, bu doğranlığı. Və bir daha sizi yubileyiniz münasibətilə bütün İrəvan teatrının kollektivi adından bilirəm ki, onların hamısının ürəyi doludur, sizi təbrik eləmək istəyir və nacizanə şəkildə istəyirəm ki, bütün o təbrikləri qəbul edəsiniz və mən sizə bayaq Ceyhun müəllim dediyi kimi 100-150 il ömür arzulayıram və arzu edirəm ki, İrəvan teatrının səhnəsində məhz İrəvanda sizin yubileyinizi qeyd edək, qarşılayaq, o gözəl torpaqlara qədəmlərimiz getsin inşallah. Çox sağ olun. Eşidin, bilin, Tayvan qaşqın deyiləm, öz yerim, öz yurdum, Cəbrayıl'ım işğaldan azad olunub. Bəli, bu videonu Cəbrailin azad olunduğu gün çəkmişdi. Cəbrailin Sirik kənd sakini Natiq Həziyevin 27 illik torpaq niskilinə Ali Baş Komandanın bir tweeti son qoymuşdu. İllər uzunu çəkdiyi vətən həsrətini 30 saniyəlik videoda harayı, gözyaşları və o gözlərdəki sevinclə ifadə etmişdi. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Şəhriyan, çək! Cəbrayıl! Çək Şəhriyan! Aldır Cəbrayıl! Eşq olsun! Yadsa gəlin torpaqlarımız altında Natiq nə dedi? Mən daha qaçqın deyiləm, söz yadsa düşər. Gəlməmişdir, gəlməmişdir. Çox sevəm. Mən hələ yarı qaçqın sayılırım. Çünki çalışdığım teatr hələ göçkənlik dövrü yaşayır. Bəli, İrəvana qayıdanda inşallah orada da üzağlığı ilə anlaşıqlığı ilə deyəcəm ki, bəli, artıq biz İrəvandayıq, artıq biz tarixli torpağımızdayıq, artıq biz doğma yurdumuzdayıq. Yaşasın dövlətimiz, yaşasın millətimiz, yaşasın xalqımız. Təşəkkür dostlarım. Dostlarımın da sözü elə bu teatrın keçmiş direktoru, əməkdar mədəniyyətçisi, çox hörmətli İftixar müəllim Piriyevə verirəm. Gözəl dostlar, gözəl söz adamları, bugün gözəl bir şairin işığına toplaşmışıq. Burada onun şeirlərindən nümunələr söylənildi və göstərdi ki, həqiqətən də yüksək bədii keyfiyyətə malik şeirlər müəllifidir. Eyni zamanda bizim gözəl dostumuz Natiqin atasıdır. Bu iki qat bizim qəlbimizdə özünə yer tutmuş bir şairdir. Natiqi o elə yetişdirib ki, İrəvan teatrının aparıcı simalarından birinə çevrilib. İrəvan teatrının Nəsimisinə, Atatürkünə, Nur Paşasına, ondan sonra milli qəhrəmanımız
obrazlarını yaradan bir aktyora çevrilibdir. Mən ürəkdən təbrik edirəm, çox danışmaq istəmirəm, çünki bilirəm, burada söz demək istəyənlər çoxdur. Ümumiyyətlə, nə qədər az söz deyilsə, o qədər uğurlu olan, çünki hər kəs öz ürək sözünü deyə bilər. Ürəkdən təbrik edirəm, arzu edirəm ki, 100 yaşlı Cəbrayılda qeyd edək. İlk söz Arzu xanıma verilir, buyursun. Oğul var, atasının adıyla tanınır. Ata var, oğlun adıyla tanınır. Bəli, siz atanızın adıyla tanınırsınız. Amma bugün Natiq sizin adınızla tanınır. Natiq, mən sənə bir ana kimi, bir bacı kimi təşəkkür edirəm ki, atanı bu cür yaşatırsan. Sağlığında dəyər vermək lazımdır valideyninə. Dünyasını dəyişəndən sonra Allah gecindən versin. İstəyirsən onun üçün imarət yarat, mənası yoxdur. Bax, bugün sən atanı sağlığında yaşadan oğullardansan, tanır səni qorusun. Natiqi ilk dəfə tanıyanda, həqiqətən də biləndə ki, o bizim yol yolçumuz olacaq. Biz Cəbrayıl rayonuna ilk dəfə gedəndə məni belə tanıyırlar. Cəbrayılları Cəbrayıla aparan xanım. Allah rəhmət eləsin Fuad müəllimə, Fuad Şəhriyaroğlu. Onun vasitəsilə mən Cəbrayılları tanıdım. Amma özü aramızdan vaxtsız getdi. Biləndə ki, Elçin müəllim bizlə gedəcək, sağ olsun ki, o bizə əlaqələndirdi. Və dedim, nə qədər Cəbrayıl sevənlər var, hamı toplaşsın, yığım aparım onları Cəbrayıla. Doğrudan da biz, deyir, qardaşım necə adamdır, deyir, yoldaş olmamışam. Bəli, biz yoldaşlıq etdik. Sağ olsun, Elçin müəllimi və ətrafda dostlar. Natiqin bilirsiniz nə qədər vətənpərvər olduğunun şahidi oldum. Biz Cəbrayıla çatanda o torpağı ağlaya-ağlaya öpdük. Diş çöktü torpağa və o ağladı. Ay camaha, tam mən qaşqın deyiləm dedi. O ləhcəsi onun bütün Azərbaycandan səs saldı. Natiq, sənin bu sözün doğrudan da hər kəsin ürəyinə yağ kimi yayıldı ki, ta biz qaşqın deyilik. Biz bu yaxınlarda Elçin müəllimin yenə də təşkilatçılığı ilə Novruz bayramını Cəbrayılda keçirdik. Həqiqətən də göz yaşları içində, sevinç göz yaşları içində o şənliyə qatıldı. Sağ olsunlar bizi gözəl qarşıladılar. Müəllimlə elə orada da görüşdük. Bəzi ziyalılarla görüşdük. Hər kəs məni görüb yaxınlaşdı ki, Arzu xanım, bəs siz bizi Cəbrayıla aparırdınız. Demişəm yaxşı. Dirili Qurbani gecəsi keçirmişik. Biz orada böyük bir tədbirimiz olub. Hələ də Dirili Qurbaninin yaradıcılıq gecəsini keçirmək istəyirlər. Yenə də mənə müraciət edirlər ki, Arzu xanım, xahiş edirəm bizə kömək edin. İnşallah ki, o tədbirimizdə yola verərik orada. Mən Cəbrayılları çox sevirəm. Həqiqi mənada. Çünki mənə Cəbrayılı və Cəbrayılları sevdirən Cəbrayılın 44 günlük Zəfər müharibəsinin şəhidi Ruhin Xəlilov olub. Mən Cəbrayılları ona görə tanımışam. Onun bir neçə tədbirini həyata keçirmişəm. Allah bütün şəhidlərimizin məqamını uca, məkanın cənnət, məzarı Gürcistan etsin. Onların sayəsində biz bugün doğmalaşmışıq. Onların sayəsində biz bugün Qarabağlıyıq deyirik. Artıq bizi heç kim parçalaya bilməz, bölə bilməz. İnşallah ki, gələcəkdə torpaqlarımız biraz da bütöv olar. Azərbaycan bölünməz bir yurt olar. Natiq, çox sağ olun. Mən sənə təşəkkür edirəm. Atanın əllərindən öpürəm, anayla görüşdüm. Allah sizi mehriban etsin. Təşəkkür edirəm ki, bugün bu tədbirdə heç bilmirdim mənə söz veriləcək. Amma nə dərəcədə danışdım, heç özüm də bilmirəm. Bugün sizin gecənizdir. Mən sizə uzun ömür, can sağlığı, əsas o ki, sağlam mənnalı həyat arzu edirəm. Aparıcımı bildim ki, otaq yoldaşsınız. Allah sizi bir-birinizə çox görməsin. Uşaqlıq dostu hər zaman xatırlanır. Burada nə qədər ki, ailəmi sevənlər, Cəbrayıllar varsa, hamınıza təşəkkür edirəm ki, bugün buradasınız. Biz buradasınız. Mən burada Kamal müəllimə təşəkkürümü bildirmək istəyirəm. Sən bilirsən ki, Natiq Kamal müəllim bizim üçün nə qədər əziz və doğma bir insandır. Mən Cəbrayıl adı gələndə, cənab başçı deyiləndə ilk Kamal müəllimin adını xatırlayıram. Yox ha, çəkirəm. Deyirəm, mənim tanıdığım dəyərli şəxsiyyətlərdən varsa, onlardan birincisi Kamal müəllimdir. Çünki o bizi ilk dəfə qarşıladı Biləsuvar qəsəbəsində. Bax,
onun o vətənpərvərliyi, onun o qonaqpərvərliyini biz ilk dəfə orada gördük. Hər dəfə mən qəsəbəyə gedəndə yüksək səviyyədə qarşılayır bizi, sağ olsun. Hətta bizə söz verib ki, bir neçə tədbirlərimiz inşallah ki, Cəbrayılda, inşallah ki, cəmaatımız arasında, məktəblərdə tədbirlərimiz olacaq. Təşəkkür edirəm müəllimimizə, var olasınız. Bizim yubilyanın özü, şair Ərzalı Abbasoğlu'na söz verir. Minnətdarlığımın həddi hüdudu yoxdur. Sizin gəlişiniz bana hər şeyi dedi. Sizin burada iştirak eləməyiniz valla bana çox şeylər deyil. Allah sizi var eləsin. Sizin gəlişinizdir mənim sevincim. Sizi görməyə vallahi hər birinizin gəlişin güldü çiçəkdir bana. Sizin qadanız alın. Üzülü hesab edin. Ay mənim sənət dostlarım. Ay mənim hörmətli axsaqqallarım. Qardaşlarım, bacılarım. Allah sizləri var eləsin. Çok sağ olun. Allah tebrikler devam ediyor. Sözler, tebrikler devam ediyor. Sözler değilmese de hediyelerin özü her birini size olan tebrikleri, size olan sevgili, çağıramıyor. Əziz qonaqlar, uşaqlar bizim gələcəyimiz işçilik məktəbinin nümayəndəsidir. Gelsin buralarımız, gelsin bura. balaca balalar, Gelsinler bura. bunları istisna etmək olmaz da yəqin ki, qafayla. Gətir eləmiyoruz. Bir gecikmiş olarak istiyorum. Gel, güzel dolarımız gel. Fərzalı Abbasəloğlu yaşa. Sabahlandı ümid yeri, agi, müdrik, əl hünəri. Böyük, sabahlandı ümid yeri, agi, müdrik, əl hünəri. Arzularla aşıb daşıb, xoşbəxtliklə qucaqlaşıb, 69 il dolanıb, 70 yaşa çatan yaşıb. Sabahlandı Allah hər birini qorusun. Erzalıyla en çok zahmet çeken bir insan. Elzak Hanım, Erzalının hayat yoldaşı. Gel Elzak Hanım. Size bir bacım kimi, kardeşimin hayat yoldaşı kimi çok minnettarım. Bu çetin illeri nece yaşamışsın, ne boyda izzetler çekmişsin. Ve şükür Allah'a, benim kardeşimin, bu cavan güzel bir çeşit olsun.
Sizə mən təşəkkürlərimi bildirirəm. Çox düzgün irad oldu. Mən istəyirəm ki, bizim şairimiz öz məclisində bir şeyin ifadəsidir. Zəmzəm axar bulaqlardan la ilahə illallah. Kim azad ol günahlardan la ilahə illallah. Bağlığınla haqqa bağlan la ilahə illallah. Hiss eder şərdən böhtandan la ilahə illallah. Bəd işlərə tövbə, tövbə la ilahə illallah. Gəl cənnətə, gəldi növbə la ilahə illallah. Güneş, ulduz, ay ışığı la ilahə illallah. Dünyamızın yaraşığı la ilahə illallah. Məhəmmədin haq səsidir la ilahə illallah. Əbədiyyət nəğməsidir la ilahə illallah. Tərzalı hər anda söylər la ilahə illallah. Hər iki cahanda söylər la ilahə illallah. La ilahə illallah pənahınız olsun hər zaman. Mən istərdim ki, Niyaz İlyasoğlu da buyursun. Onun da şahit yazardı. Şehir tepesi var. İller ötür, yaş çalanır yaşına. Baharlıydım, kaydıran kışıma. Duman gələr uca dağlar başına. Çəmənində izim qalsa bəsim. O taylıyam, bu taylıyam arada. Yetişəndə şəkər olar orada. İki ölkə mühürlənib bir ada. Azərbaycan sözüm qalsa bəsim. Bu bölgünü çəkə bilməz tarazı. Gözdə getdi Şəhriyarın murazı. Bir nəfəsə içəcəyim arazı. Ürəyimdə dözüm qalsa bəsim. Öz sirrimi verməmişəm yada mən. Aldanmaram şöhrətə mən, ada mən. Oxunacaq bir müğənni dilindən bircə kəlmə sözüm qalsa bəsim. Şeirim yaxına yada hədiyyə. Zirvə üçün qoşulmaram yedəyə. Son gündə, son anda şairdir deyə dostlarım çiynində alsa bəsim. Sağ olun, Uşan hakkımızı bir daha almışlarla karşı edemem. Dostlar, eğer deyildi, həqiqətən mənim Tərzalıya hörmətimin daha çox olmasının bir səbəbi də gözəl övladlarını tərbiyə eləməkdir. İstir Tərzalı, istir Ərzəxanlar bir yerdə çox gözəl tərbiyəli, qabiliyyətli övladlar tərbiyə edilir. Bugün bu məclisimizdə əsas yükü çiynində daşıyan Tərzalının bu gözəl övladı Nafiqi gəlin almışlar və sözü Çok sağ olun. Hər birinizə təşəkkür edirəm, əziz qonaqlar. Mən ilk öncə, bax bu İrəvan teatrında bizə bu şəraiti yaradan teatrın rəhbərliyindən tutmuş texniki işçisinə qədər hər birinə təşəkkür edirəm. Hər birinizin qarşısında baş əyirəm, əziz dostlar. Yaxşı ki varsınız. Yaxşı ki sizinlə var olmuşam. Yaxşı ki mən İrəvan teatrında özümü tapmışam. Hər birinizə can sağlığı verirəm, təşəkkür edirəm və dəvət edirəm hər birinizi. Bax bura, buyurun. Nəhayətdə tortumuzu kəsək və gözəl bir şəkil çəkdirək. Bununla da tədbirimiz sona yetir. Allah hər birinizə can sağlığı versin. Növbəti yubileylərdə, yaradıcılıq gecələrində görüşmək ümidi ilə təşəkkür edirəm. Var olun. Minnətdaram hər birinizə. Allah sizə
müddət, şirin aylar, şirin illər, şirin ömür qismət elə.